Hə uşaqlar, başlayırıq sizə atdığım sınağın izahına. Deməli, birinci sualda deyir ki, B çoxluğu elementləri M, N, K olarsa, B, N, B-ni tapın. Bu nə deməkdir? Yəni, B-nin neçə elementi olduğunu soruşur sizdən. Birinci sualda olur B bəndi. İkinci sualda deyir ki, İkinci sualda deyir ki, C və N çoxluqlarının elementlərinin cəmini tapın. C çoxluğunun elementlərini saysaq, baxarıq ki, çoxluğun içərisində 4 dənə element var. D çoxluğunun elementlərini saysaq, baxarıq çoxluğun içində 4 dənə element var. 4-ün üzərinə 4 gələndə eləyəcəkdir 8. Deməli, 2-də doğru cavab olacaqdır C variantı. Sonra biz dedik ki, əgər N mötərizədə çoxluğun adı qeyd olunubsa, bu demək ki, bu içəridə yazılan çoxluğun elementlərinin sayını istəyir. Üçüncü çoxluqda ədəbiyyat sözündəki çoxluğun elementlərinin sayını istəyir. Dedik, ədəbiyyat sözündə 9 dənə hərf var. Ancaq biz 9 hərfin hamısını yazmırıq. Çünki çoxluğun elementlərinə sadəcə bircə dəfə yazıla bilər. Ə, D. Artıq ə-ni bir dəfə yazdığımıza görə ikinci dəfə yazmırıq. B, I, Y, A və T-ni qeyd edirik. İndi elementləri saysaq 1, 2, 3, 4, 5, 6, 7. Deməli, R çoxluğunun neçə elementi var? 7 dənə. Sonra gəldik 4-cü suala. 4-cü suallarda çoxluqlar L-Erven dairələrinin köməyi ilə verilmişdir. Dairələri çəkib qeyd eləsək, biri A çoxluğudur, biri də B çoxluğudur. Deməli, orta yazılıb D, E, F elementləri, kənara yazılıb X, Y, Z, M, N, K. Bizə deyir ki, birinci A-nın B-yə fərqi, üstə gələk B-nin A-ya fərqi. Yazsa, A-nın B-yə fərqi deyəndə haranı qeyd eləyirdik? A-nın B-yə fərqi deyəndə yalnız burada A-ya daxil olanlar, B-nin A-ya fərqi dedikdə isə yalnız B-yə daxil olan elementlər götürülür. İndi A-nın B-yə fərqi olur X, Y, Z, yəni 3 dənə element. B-nin A-ya fərqi N, M, K, yəni 3 dənə. 3-ün üzərinə 3 gələndə eləyir 6. Sonra gəldik 5-ci suala. Deyir ki, çoxluğun elementlərinin sayı 5 dənədir. Yəni, N, K bərabərdir 5-ə. Və A çoxluqların sayını tapın deyir. A çoxluqların sayını tapmaq üçün mən sizə düstur vermişdim. 2n bərabər 2 üstündə n. Burada n'in yerinə nə yazırdı? Çoxluğun elementlərinin sayını. 2-ni 5-ci dərəcədən qüvvətə yüksəldəndə, yəni 5 dəfə öz-özünə vuranda eləyir 32. Sonra gəldik növbəti 6-cı suala. Rəngli hissə deyir, nəyi ifadə edir? Rəngli hissə bizdə, biz dedik ki, ortada rəngli olan hissə bizi nəyi ifadə eləyir? İki çoxluğun kəsişməsi. Ümumilikdə nəyi ifadə eləyir? Ümumi hamısını rənglədikdə birləşməsi. Yalnız kənarlar rəngləndikdə isə onlar A-nın bir çoxluğun digər çoxluğuna fərqini ifadə edir. Görürsünüz, burada da şəkildə sadəcə kənar hissələr rənglənmişdir. Ona görə bu yaşıl olan hissələr bizə bir dəfə A-nın B-yə fərqini verəcəkdir, bir dəfə də B-nin A-ya fərqini verəcəkdir. Onda ümumiləşdirib yazsaq, olacaqdır belə. A-nın B-yə fərqi birləşir B-nin A-ya fərqi. Çünki hər ikisini də, bax, kənarda olan hissələr bir yerdə yazıb, bir yerdə rəngləyibdir. Ona görə də buna uyğun gələn variant olur A variantı. Yəni, tək bu hissəni istəsəydi, yəni tək A-ya uyğun desəydi, bu olacaqdı A-nın B-yə fərqi. Və yaxud da tək B-yə uyğun desəydi, hissəni rəngləsəydi, bu olacaqdı B-nin A-ya hissəsi. Amma hər ikisini ayrı-ayrı rənglədiyinə görə biz onların birləşməsini götürdük.
Sonra növbəti sualda deyir ki, 20, 24, 14 və 30 ədədlərin sadə vuruqlarını diaqramda yazın. Deməli, hər birini ayrı-ayrılıqda sadə vuruqlara ayıraq. Sadə vuruqlara ayıranda görürük ki, 20-nin sadə vuruqları 2, 2, 5. Lap açıq şəkildə yazım sizin üçün. 2 vurulsun 2, vur 5. 14'ü sadə vuruqlara ayrılanda 2, 7, 7, 1. 14 bərabər 2 vur 7. 30'u sadə vuruqlara ayıranda 15, 3, 5, 5, 1. Olur belə. 2 vurulsun 3, vurulsun 5. İndi deyir ki, rənglənmiş hissə nəyə uyğun gəlir? O rənglənmiş hissə hər 3 çoxluqda da ortaq olan elementi göstərir. Və bizdə də hər 3 çoxluqda mövcud olan element hansıdır? Sadəcə 2. Deməli, o rənglənmiş hissəyə uyğun gələn ədəd hansı olacaqdır? Sadəcə 2. Yəni B variantı uyğun gəlir. Sonra keçdik 8-ci suala. Nə deyir? Və deməli, ümumi belə bir çoxluq verilib. A və B çoxluqları. A və B çoxluqların kəsişməsi 8 ilə qeyd olunub. Deməli, baxırıq 8-ci suala. A-nın B-yə fərqi 19-dur. Bizdən A çoxluğunun elementlərinin sayını soruşur. Yəni, bu çoxluğun içərisinə daxil olan elementlərinin sayını. Onda neyinirik? Verilən elementləri sayını tapmaq üçün bu ədədləri toplayırıq. 19'un üzərinə 8 gəlirsiniz. O deyilir 27. 9-cu sualda nə verib bizə? 9-cu sual biraz fərqli sualdır. Deməli, A-nın B-yə fərqi verilmişdir. Nədir? A, B və C. A-nın C-yə fərqi verilmişdir. B, C və D. Deyir ki, A-nın B-yə fərqi B-nin C-nin kəsişməsini. Burada paylama xassəsi kimi istifadə edilib. Bunları bir-birinə paylayırıq. Deməli olur A-nın B-yə fərqi, ortada kəsişmə işarəsi, bir dəfə də A-nın C-yə fərqi. Yəni bu iki ifadəni bir-birinə nə etmək lazımdır? Kəsişdirmək lazımdır. Bizə də elə A-nın B-yə fərqi və A-nın C-yə fərqi verilmişdir. Bax, görürsünüz, burada qeyd olunubdur. Bizdən bu ifadələrin kəsişməsini istəyir. Kəsişmə nə idi? Hər iki çoxluqda olan elementlər. Yəni, bax, B ilə C. Onda deməli, bizə uyğun gələn variant hansı olacaqdır? B ilə C. Yəni, C variantı uyğun gəlir. Sonra getdik növbəti suala. A çoxluğunun elementləri 10-cu suala baxırıq. 1, 2, 4 və 7'dir. Deyir ki, neçə alt çoxluğun içərisində 4 elementi iştirak etmir. Bizdən 4 elementi olmasını istəmir. Ona görə 4 elementini atırıq. Yeni yaranan çoxluğumuzun elementləri olur 1, 2, 7. Yəni neçədən elementi olur? 3 dənə. Çoxluğun alt çoxluğun sayını tapanda dedik, nədən istifadə edirik? 2 üstü n düsturundan. 2'ni də kuba yüksəldəndə eləyir 8. Sonra baxaq 11-ci suala. Təkliflərdən hansı doğru deyil? Deməli, B-nin B ilə kəsişməsi B-yə bərabərdir. Sonra K-nın K-ya kəsişmə fərqi boş çoxluqdur. B-nin boş çoxluğa fərqi boş çoxluqdur. X ilə X-nın birləşməsi X-yə bərabər. İki çoxluğun birləşməsi heç vaxt boş çoxluq ola bilməz. Niyə? Çünki biz əlimizdə olan elementləri bir yerə yığırıq. Necə iki çoxluğun elementlərini bir yerə yığaq və bu bizə boş çoxluq versin. Ona görə uyğun gələn variant olur C variantı. Baxırıq indi 16 növbəti suala. Yəni 16 nömrəli suala. Deməli, burada bir dənə J çoxluğu verilib. Elementləri 8, 12, 14, 6 və 17. Deyir ki, bunlardan biri A çoxluğunun A çoxluğudur. Bir-bir araşdırsaq, baxarıq ki, A variantında çoxluqda 1 var. Amma bizim çoxluqda 1 yoxdur. Onda deməli A variantı uyğun gəlmir. Eləcə də B variantında 1 var, 4 var. Bizim çoxluqda isə heç biri yoxdur onların. C variantında 1 var, 1 yoxdur bizdə.
K variantında 1 var, 4 var. O elementlərdən heç biri yoxdur. Amma D variantında P çoxluğunda 8, 12, 14. Bunların hər biri bizim çoxluqda mövcuddur. Ona görə də deyirlər P, J-nin alt çoxluğudur. Sonra gəldik növbəti suala. Deməli, sualda nə deyir? T çoxluğunun və U çoxluğunun elementlərinin sayı verilmişdir. Kəsişməsi boş çoxluqdur. Birləşməsinin sayını tapın. Gəl bunu Euler-Venn diaqramından da yazaq və sizə düsturla da göstərəcəm. Deməli, iki çoxluğun elementlərin kəsişməsinin sayı boş çoxluqdur. Yəni, bura 0-dır. Təkcə T-nın elementlərinin sayı 18-dir. Təkcə onun elementlərinin sayı 13-dür. Yəni, elə özlərinə bərabərdir. Birləşmə deyəndə nə edirdik? Bütün elementləri toplayırdıq. 18 üstəgəl 13 üstəgəl 0. O deyilir 31. Və yaxud da bunun üçün belə bir düstur da var. İki çoxluğun elementlərinin sayını tapmaq üçün birinci və ikinci çoxluğun elementlərini toplayıb onların kəsişməsinin elementlərinin sayını çıxmaq lazımdır. Bu qaydanı tətbiq eləsək, T birləşir U bərabər olar. T çoxluğunun elementi üstəgələk U çoxluğunun elementi çıxılsın onların kəsişməsi. T kəsişir U. Elementlərin sayını yerinə qoysaq, olur 18 üstəgəl 13 çıxılsın 0. Yenə bu da verir bizə 31 cavabını. Sonra iki çoxluğun birləşməsi. Birləşməsi dedikdə iki çoxluğun bütün elementlərinin bir yerə yığılması nəzərdə tutulur. Onda L birləşir M nəyə bərabər olur? X, Y, Z, D, A, C. Artıq D-ni yazmırıq. Çünki D-ni yazmışıq. X, Y, Z, A, D, C. Buna da uyğun gəlir B variantı. Növbəti suala baxaq. Sinifdə 36 şagirddən hər biri ən az bir xarici dilini öyrənir. Onlardan 24 dənəsi ingilis dilini, 18 dənəsi rus dilini öyrənir. Neçə nəfər hər iki dili öyrənir? Əvvəlcə dil öyrənən şagirdlərin sayının cəmini tapaq. 24 üstəgəl 18. Bu elədi 42 şagird. Amma bizdə deyir ki, sinifdə 36 şagird var. 42-dən də çıxıram 36-nı, qalır 6. Deməli, 6 nəfər hər iki dili öyrənənlərdir. Suallar burada bitdi. İnşallah izahını yaxşı başa düşərsiniz.